Oyun uşağın işidir. Yəni yeni doğulmuş uşaq belə necə oyun oynayacağını bilir. Uşaqlar daima yeniliyə meyilli olduğu üçün həm yeniliyi öyrənirlər, həm öyrəndiyi yeniliyi də oyunlarına əlavə edirlər və oyunları daima zənginləşir. Zənginləşən oyun da uşağı da zənginləşdirir. Uşaq oyunlar əsnasında öyrənir və oyunlara hər olunmuş kiçik müdaxilələr belə uşağın inkişafına, şəxsiyyətinə birbaşa təsir göstərir. Ona görə də uşaqların oynadığı oyunları heç də adi, boş iş kimi qiymətləndirməmək lazımdır. Çünki uşaqlar oyun əsnasında inkişaf edir. Oyunlar sayəsində öyrənirlər. Yəni bu akademik bacarıqlar da belə öyrənə bilirlər. Oyunlar əsnasında yaxşılaşırlar. Oyunlar onlara bir ünsiyyət sahəsinə çevrilir. Çünki uşaq adi halda böyüklər kimi özünü ifadə edə bilmir. Və yaxud da ki, ağlıcı verici ifadə nitqi böyüklərdəki kimi inkişaf etmədiyi üçün asan bir şəkildə bir şey qəbul etməkdə çətinlik çəkirlər. Amma oyun əsnasında onu asanlıqla öz dilinə çevirir, öyrənir. Yəni bu öyrənməsini də asanlaşdırır, ətraf mühitin anlanmasını da asanlaşdırır. Bir uşağa sözlü şəkildə desək ki, filan şey belə gedir, amma onun anlaması, qavraması tamamilə çətin olduğu üçün oyun əsnasında həmin şeyi asan formada qəbul edə bilir, onu öyrənə bilir və bu şəraiti maksimum dərəcədə biz inkişaf etdirməliyik, dəyərləndirmək lazımdır. Uşağın oyun oynaya bilməsi üçün xüsusi bir mühitə heç də ehtiyacı yoxdur. Yəni xüsusi bir əşya olsun, xüsusi bir oyuncaq olsun, xüsusi bir otaq olsun. Yəni uşaq hər yerdə oyun oynaya bilər, hər şeylə oyun oynaya bilər. Uşaq oyuncaqsız belə oyun oynaya bilər. Bu uşağın bir xəyal dünyasının inkişaf etməsindən, təqlidi bacarıqlarından, paralel oyun oynamaq kimi bacarığından daha çox şey asılıdır. Və bunun uşağın hər oyununa kiçik müdaxilələr belə uşağın oyununu zənginləşdirir. Çünki uşaq oyunun içərisindədir və onun içərisində öyrənir. Və bunu valideyn tərəfindən dəstəklənməsi, bağçada bir tərbiyəçi tərəfindən dəstəklənməsi, yeni bir temaların qoyulması uşağın dünya görüşünü belə zənginləşdirir. Qısası, oyun uşağı inkişaf etdirir. Oyun uşağı öyrədir. Oyun uşağın bir ünsiyyət vasitəsinə çevrilir. Oyun əsnasında uşaq yaxşılaşır. Özünü ifadə etməyi öyrənir. Yəni uşaq oyun oynamazdan öncə hər hansı bir hədəfi olmur ki, filan şey öyrənəcəyəm. Sadəcə oyun oynadığı zaman öyrənir. Yəni bu məqsədlə də biz müxtəlif spektrdə istifadə edə bilirik. Məsələn, atipik inkişaf olan uşaqlarda müdaxilə proqramı da oyun fonundadır və müəyyən bir məqsəd qoyulur və o məqsədə uyğun oyunlar qurulur. Uşağın təbii ki, maraq dairəsinə aid olan oyunlar qurulur və biz o məqsədə qazanırıq pedaqojik yollarla. Yəni nə isə öyrədirik. Çünki məqsədimiz öyrətməkdir. Saymağı, rəngləri öyrədirik, problem həll etməyi öyrədirik, öz baxım bacarıqlarını öyrədirik, müstəqilliyə meylli edirik. Yəni bu əsasında uşaq öyrənir. Amma yəni dedik ki, uşaq öyrənir, uşaq inkişaf eləyir. Amma bundan başqa oyunların uşaq üzərində başqa bir təsiri var. Bu da terapevtik təsiridir. Terapevtik təsir nədir? Bu, yəni müalicəvi təsirdir. Uşağın amma tək başına oynadığı oyunlar uşağı müalicə eləməz. Burada bir mütəxəssisin olması, onun bir müdaxiləsinin olması daha vacibdir. Yəni bu zaman uşaq yaxşılaşmanı, müalicəni hiss edir. Buna görə də uşaq psixoterapiyası oyun fonunda yaradılır. Çünki oyun uşağın bir maraq dairəsidir, bir hədəf var orada. Amma uşaq niyə üçün oyunlardan istifadə olunur? Bu mövzuya toxunmağa gələrsək əgər, çünki uşaqların özünü ifadə etmə şəkli böyüklərdən tamamilə fərqlidir. Yəni böyüklər sözlü, yəni verbal şəkildə özünü ifadə edə bilər, amma uşaqlarda alıcı verici nitqi tam da inkişaf etmədiyi üçün, axıcı bir nitqi olmadığı üçün, söz ehtiyatı zəngin olmadığı üçün özünü oyunlar vasitəsilə ifadə edir. Çünki uşağın beynində hər hansı bir təcrübə var. Neqativ təcrübə, pozitiv təcrübə, eyni düşüncəsi, duyğuları, davranışları onları oyunlarına daxil edir. Yəni içindəki motivasiya ilə xaricdəki reallıq, yəni nə hansı oyun varsa, hansı mühit varsa, orada reallaşdırır və oyunlarını bizə göstərir, özünü ifadə edir. Həmin oyunlara baxaraq biz uşaq üzərində hər hansı bir geniş məlumat əldə edə bilirik. Və bu uşaq psixoterapiyası da oyun terapiyasında əsas məqsədi budur.
Bir də ki, və bunun olmasına əlavə, çünki oyun bir ünsiyyət vasitəsi kimi seçilmişdir və oyun uşaqla psixoterapevt arasında yerləşir. Yəni uşaq oyununu oynayır, psixoterapevtə geri verir. Psixoterapevt onu götürür, onu formalaşdırır, uşağa geri verir. Uşaq onu mənimsəyir, yenidən şəkilləndirib geri verir. Döngü şəklində sikl gedir, amma bu da davam edir hər zaman. Ta ki yaxşılaşmağa qədər. Uşaq onu, yəni hər zaman da bu davam eləyəcəkdir. Daha da oyun dəyişiləcək. Yəni bu oyun əvvəlki oyunundan tamamilə fərqli olacaqdır. Adi bir halda biz uşaqların oyununu götürəndə uşağın bu gün oynadığı oyunla dünənki oyunu eyni deyil, sabah oynayacağı oyun da eyni deyil. Çünki o qədər zənginləşib, təkmilləşir ki. Amma uşaq psixoterapiyası, oyun terapiyası kimlərə demək ki, tətbiq olunur? Ümumiyyətlə burada bir uşağın intellektual səviyyəsi də əsas önəmlidir. Yüngül, orta mental pozuntuları müşahidə olunan yanaşı psixoloji pozuntular, məsələn, bunlara davranış pozuntuları, bağlılıq, impulsivlik, depressiya, travma, qorxu, fobiya, travma sonrası stres pozuntusu, bacı-qardaş qısqanclığı, övladlıq, ögey valideynlik, bu kimi hallarda olan uşaqlarda ümumiyyətlə tətbiq olunur oyun terapiyası. Oyun terapiyasının əslində 3 növü var. İstiqamətləndirilmiş, istiqamətləndirilməmiş ailə oyun terapiyası. Amma bizim əsas fokuslanacağımız uşaq mərkəzli oyun terapiyasıdır. Bu nə deməkdir? Harda tətbiq olunur? Kimlər tətbiq edir? Necə tətbiq olunur? Və uşaq üzərində hansı tip dəyişikliklər olur? Uşaq mərkəzli oyun terapiyası 3-13 yaşlı uşaqlara tətbiq olunur. Tətbiq üçün xüsusi bir ortama, yəni otağa, oyun materiallarına ehtiyac var. Oyun otağı geniş olmalıdır, səliqəli, işıqlı. Çünki uşaq özünün təhlükəsizliyini qorumalıdır. Bir pəncərənin olması məsəl üçün vacibdir. Qapı elə yerdə yerləşməlidir ki, uşaq üzrə məsələn psixoterapevt qapı tərəfdə heç bir zaman oturmaz. Çünki sanki uşaq fikirləşər ki, onun qapıdan çölə çıxma icazə yoxdur və onu qorxuya sala bilər. Bizim məqsədimiz nədir? Uşağı azad hiss etdirməkdir ki, o öz düşüncələrini, duyğularını, davranışlarını, neqativ və yaxud da ki, pozitiv təcrübələrini, yəni özü olsun, özü kimi də oyunlarına yansıtsın. Və rəngləri elə seçmək lazımdır ki, diqqəti dağıdan olmasın. Əsasən də bizim etdiyimiz ən böyük səhvlərdən biri də daha çox rənglər, posterlər divarlara vururuq. Bu uşağın diqqətini yansıdan bir şeydir. Və şkaflar 3 yaşlı uşağın əli çata biləcəyi dərəcədə olmalıdır və həyatı yansıdan bütün oyuncaqları qoymaq lazımdır. Xüsusi qabların içərisində deyil, ayrı-ayrı şəkildə. Yəni bunlar məişət əşyaları, təmizlik əşyaları, yəni oyuncaqlar əsasən də heyvanlar, insan kuklaları, normal körpə kukla, yəni oyuncaqları, yəni paltarları da olmalıdır, paltarı geyinib çıxardan olsun. Normal kiçik körpələrin qidalandığı biberonlar, əmiziklər, yumşaq bir ədyalın olması, bir qum demək ki, hovuzunun olması bizim üçün önəmlidir. Çünki uşağın özünü ifadə edə bilməsi üçün bütün əşyalar olmalıdır və gizlədilməməlidir. Hamısı açıq şəkildə düzlənilməlidir orada. Və burada bizim məqsədimiz nədir? Psixoterapevtin əsas vəzifəsi uşağı fərd kimi qəbul etməkdir. O nə deməkdir fərd kimi qəbul etmək? Yəni həm neqativ davranışlarında, həm də pozitiv davranışlarında qəbul etməkdir, diqqət etməkdir, mühakimə etməməlidir. Yəni sual verməməlidir. Niyə bunu götürdün? Niyə bunu elədin? Burada heç bir müdaxilə etməməkdir. Psixoterapevt yalnız uşağın hər hərəkətini şərh etməkdir, əks yansıtmayla. Olduğu kimi mühakiməsiz formada söz verməməlidir, əyləndirməməlidir. Əgər oyuna daxil olmayıbsa, uşaq mütəxəssis oyuna daxil etmirsə, oyuna daxil olmamalıdır, gözləməlidir. Psixoterapevt uşağa kömək etməməlidir. Nəsə bir şey dağılıbdırsa, kömək istədiyi halda psixoterapevt onu qeyd edir ki, yəni hansı istiqamətdə sən bunu eləyə bilərsən? Bir şey götürmək istəyir, nəsə bir maniya var, onu götürmək üçün ilkin olaraq nə edə bilərsən? Uşağa yol göstərir, amma kömək eləmir. Əgər təhlükə anı yaranıbsa, o zaman kömək eləyə bilər. Yəni burada kiçik xırda detallar var ki, biz bunları tətbiq etməliyik. Və buna görə də niyə görə biz uşağın hər hərəkətini, duyğusunu geri yansıdıb şərh etməliyik? Çünki uşaq bəzən qəzəbli olur, ancaq qəzəbli olduğunun fərqində olmur. Geri yansıtma ilə, geri şərhlə artıq o qəzəbli olduğunun fərqinə varır, fərqində olur, dinlənildiyini görür, başa düşüldüyünü görür və uşaq buna görə də artıq özü kimi olur və əmin olur ki, bəli, mən heç kim mühakimə eləməyəcək. Və bu özü mərhələli şəkildə olur. Uşaq birinci girir otağa.
və ilkin olaraq otağa, əşyanı psixoterapevtlə tanış olur və suallar verir. Və oyuncaqları üst tutanda əsasən də hansı oyuncaqları öz evində təcrübəsini gördüyü oyuncaqları görür və deyir, bundan məndə var, biraz böyüyü məndə var. Yox, bu fərqli rəngi məndə var. Yəni malik olduğu və bildiyi oyunları psixoterapevtə göstərir ki, qəbul olunsun, fərdiliyini, şəxsiyyətini qəbul etsin. İkinci mərhələ bir aqressiv bir dönəm olur, güvəni test etmək üçün. Çünki görür ki, ilk gündə psixoterapevt hər hansı bir şərh eləmir, mühakimə eləmir, olduğu kimi qəbul edir və o zaman deyir ki, okey, mən bir aqressiv hərəkətlərimdə belə məni qəbul eləyəcəkmi? Deyərəkdən aqressivlik artır. Amma şuurlu şəkildə aqressivlik artır. Artıq bu dönəm də getdiyi üçün travmaların işləndiyi bir dönəmə gəlirik. Bu travmaların işləndiyi bir dönəmdə aqressivlik daha da artır. Məsələn, psixoterapiyada belə bir yanlış ifadə var ki, həm böyüklər üçün, həm də uşaqlar üçün hər seans uşağı şən etməz. Yəni uşaq qəzəbli də çıxa bilər, aqressiv də çıxa bilər. Çünki travmaların işləndiyi dönəm uşağın daim yaddaşında qalır və onun xaricdə, yəni valideynlərlə münasibətində, məktəbdə də belə aqressiv davranışlar sərgiləyə bilər ki, bu da çox normaldır. Sadəcə uşağa icazə vermək lazımdır ki, bu etapı keçirə bilsin. Bu yolda uşaq özü, biz vasitəçiyik, uşaq özü gedir travmaya qarşı və travmaya necə qalib gələ biləcəyini bacarığı da özü seçir. Amma bu böyük bir zaman ala bilər. Məsələn, bir uşaq da bir neçə həftə olduğu halda bəzi uşaqlar da aylarla, illərlə davam edə bilər. Və bir də bizim sonrakı mərhələ terapevtik mərhələ gəlir. Bu sağalma mərhələsidir. Bu nə deməkdir? Oyunların teması tamamilə dəyişir. Özünü ifadə oyunlarla başlayırlar oynamağa, şəkil çəkməkdir və s. Aqressiya demək olar ki, itir. Hətta geri dönüşlər olur valideyn tərəfindən ki, məktəbdə də davranışları düzəlib, ailədə də davranışları düzəlibdir. Və uşaqlığın tamamilə ölüm oyunları tamamilə itir və bütün oyunlar birləşməklə, düzəlməklə, təmirlə gedir. Yəni bu nəticəyə gəlmək üçün amma səbirlə davranmaq lazımdır ki, hər uşaqda eyni zamanda olmur. Və daha sonra sonlandırma mərhələsi gəlir ki, bizim uşaqla ayrılma mərhələsidir. Son 2-3 seansda, 2 həftədən bir, 3 həftədən bir artıq seanslar salırıq və sonda olaraq uşaqla aktiv və verbal şəkildə söhbət aparırıq ki, nə üçün bura gəlib? Yəni biz onların münasibəti açıq formada danışırıq. Ümumiyyətlə qeyd etmək lazımdır ki, nə üçün oyun terapiyası vacibdir? Travmaya malik olan bir uşaq həyatının erkən bir dönəmində, hər hansı bir fobiya, qorxuya malik olan bir uşaq zamanla sosial geri çəkilmə, şəxsi keyfiyyətlərinin, yəni həyati keyfiyyətlərinin zədələnməsi ilə gedir. Bu həm akademik bacarıqlarına da gedir. Depressiyanın təməlini qurur və gələcəkdə şəxsiyyətin formalaşmasında da birbaşa təsir etdiyi üçün ona görə də çox əhəmiyyətlidir. Yəni bu dövrdə valideyn daha ayıq olmalıdır, oyanıq olmalıdır və müdaxilə etmək üçün mütəxəssisə mütləq şəkildə müraciət etməlidir ki, uşaq şəxsi müstəqilliyini qazansın, həyat keyfiyyətlərini artıra bilsin. Thank you.